Salam 10-cu siniflər səhifəyə 70-ə baxırıq və burada deyir ki, Beijing şəhərinin iki fərqli şəklinə baxın, hansı ki, iki müxtəlif gündə çəkilib və sualları müzakirə eləyin. Why do you think air quality is better in the first picture? Nəyə görə deyir, ilk şəkildə hava keyfiyyəti daha yaxşıdır. Birinci şəkildə, what do you think caused bad air quality? Və ikinci şəkildə sizcə pis hava şəraitinə, havanın pis olmasına nə səbəb olub? Okay. İndi gəlin baxaq. Deyir ki, sözləri öz deməli, mənaları ilə uyğunlaşdırın. Smog tüstü, duman deməkdir uşaqlar. Bu D variantına uyğun gəlir. A form of air pollution that is or looks like a mixture of smoke and fog, especially in cities. Deyir ki, hava çirkliliyinin elə bir forması ki, o tüstü ilə smog, bu zavodlardan və s. maşınlardan çıxan tüstü və dumanın qarışığına oxşuyur və yaxud da elə bir şeydir. Əsasən də şəhərlərdə breeze nəfəs almaq deməkdir. Deməli Y variantıdır. Uşaqlar, to take air into your lungs and send it out again through your nose or mouth. Deyir ki, havanı öz ciyərlərinə çəkmək və yenidən onu burnunla və ağzınla çölə çıxarmaq. Construction, tikinti, inşaat deməkdir. A variantı uyğun gəlir uşaqlar. The process or method of building or making something, especially roads, buildings, bridges, etc. Deyir ki, nə isə tikməyin, inşa etmək prosesi, xüsusən də yollar, binalar, körpülər və s. Unique fərqli deməkdir. Unikal, təkrarsız deməkdir. Unique oxunur uşaqlar. C uyğun gəlir. Being the only one of its kind. Öz növünün ən sadəcə biri olmaq, bir dənəsi olmaq. Okay. Researcher, tədqiqatçı deməkdir. Bu da araşdırmacı, tədqiqatçı. A person who studies something carefully and tries to discover new facts about it. Deyir ki, nə isə çox ehtiyatla, dərindən öyrənən, araşdıran bir şəxs və onun barədə yeni faktlar tapmağa çalışan biri. İndi isə deyir ki, uşaqlar, söhbəti dinləyin və suallara cavab verin. ABCD-dən birini seçin. What is the talk mainly about? Söhbət əsasən nə haqqındadır? Gəlin gedək bir yerdə qulaq asaq, uşaqlar, axtaraq, Google-a gedək, Gulu-Guluya gedək, uşaqlar, Gulu-Guluya. Və gəlirik bura. Burada deməli, uşaqlar, həmişəki kimi əvvəlcə biz oxumalıyıq ki, bizə nə gözləyir dinləmə mətnində. Əvvəlcə suallarla tanış oluruq. Health problems in Beijing. Beijingdə sağlamlıq problemləri. Polluted areas in China. Çində çirklənmiş sahələr, ərazilər. Problems in China. Ümumiyyətcə Çindəki problemlər. Air pollution in Beijing. Beijingdəki hava çirkliliyi. Görək bizim söhbət nədən ibarətdir. Track 13. In Beijing, pollution has become so bad that breathing the air in the city is dangerous. Deyir ki, Beijingdə hava çirkliliyi o qədər artıb ki, yəni orada havanı nəfəs almaq doğrudan da təhlükəli bir hala çevrilib. There are days when the sun is invisible because of the smog. Deyir ki, hətta elə günlər var ki, orada smoga görə, hətta deyərdim, indi Bakıda da belə bir hava var. Smoga görə, smog nə idi uşaqlar? Bu, tüstü və dumanın qarışığı olan bir hava, çirkli havalar. Deyir, ona görə, smoga görə günəş görünməz olan günlər var. Visible because of the smog. On these days, children do not go to school and there is no construction work in the city. Və belə günlərdə deyir, uşaqlar məktəbə getmirlər və şəhərdə inşaat işləri də olmur, dayandırılır yəni.
You can see people wearing masks in order not to breathe in the dangerous smog. Və deyir ki, sən insanları belə havada təhlükəli smoqla nəfəs almasınlar deyə maska giyinən görə bilərsən. Some people in Beijing have started buying bottled air from Canada in order not to breathe in the dirty air of the city. Aha, deyir hətta Beijingdəki bəzi insanlar artıq Kanadadan butulka havalar almağa başlayıblar ki, şəhərin çirkli havası ilə nəfəs almasınlar. They pay about $28 for a bottle of fresh air. Və onlar təmiz hava olan butulkalara bir butulkaya $28 təxmini pul ödəyirlər. They say that the fresh bottled air helps them be active and do things like exercise, which they never do in dirty air. Aha, və deyir ki, bu təmiz hava onlara kömək eləyir ki, idmanla məşğul olsunlar, hansı ki, onlar Beijingdəki belə havada eləyə bilmirlər. A study shows that over 80% of Chinese people breathe in dangerous air. Və bir tədqiqat göstərir ki, təxminən Çin əhalisinin 80%-dən çoxu təhlükəli havada nəfəs alır. In fact, about 4,000 people die from air pollution each day in China. Və hər gün deyir, faktiki olaraq hər gün Çində 4000 insan hava çirkliliyindən ölür. According to researchers, breathing Beijing's air is like smoking a cigarette all day long. Və deyir ki, tədqiqatçıların araşdırmalarına görə Beijing havası ilə nəfəs almaq bütün gün ərzində siqaret çəkməyə bərabərdir. Yəni dayanmadan siqaret çəkməyə bərabərdir. Unfortunately, this problem is not unique to China. Və çox təəssüf ki, deyir, bu problem təkcə Çinə məxsus bir problem deyil. Worldwide, more than 3 million people die each year from air pollution, according to a new study. Və yeni bir araşdırmaya görə təxminən ildə 3 milyon insan hava çirkliliyindən hər il ölür. This number could double by 2050 if we continue to pollute the air. Və bu rəqəm 2050-yə kimi 2 dəfəyə qədər artacaq əgər biz havanı çirkləndirməyə davam eləsək. So let's take care of the air so that we'll not need to buy bottled fresh air one day like people in Beijing. Aha, deyir ki, gəlin havanı təmiz saxlayaq, çünki bir gün biz də məcbur qalıb təmiz hava almağa məcbur qalmayaq Beijingdəki insanlar kimi. Uşaqlar, bu çox ciddi bir problemə oxşadı, çünki həmişə deyirik ki, bir dənə havaya pul vermirik, deyəsə elə bir dövr gəlir və biz artıq havanı da pulla alası olacağıq. If we continue to pollute the air. So Yəni let's take əgər deyir biz havanı çirkləndirməyə davam etsək və deyir gəl care of the air so that we'll not need to buy bottled fresh air one day like people in Beijing. Bir də bunu tərcümə elədim də. Yəni ki, gəlin belə eləyək, onu tərcümə elədim. Deməli uşaqlar, söhbət nədən gedirdi dostlar, arkadaşlar? Söhbət ondan gedirdi ki, Track 14. oh no. I've heard some tourists say Oh that they want to visit no. Beijing but are scared of the air pollution or the smog. Well, I would Okay, just stop it, please. Okay. Deməli, nədir? Health problems yox. Air pollution in Beijing. Yəni söhbət nədən gedir? Air pollution Beijingdəki hava çirkliliyindən. Və deyir ki, yenidən dinləyin və cümlələri tamamlayın. Gəlin uşaqlar, baxaq görək, bəlkə heç yenidən dinləməyə ehtiyac qalmadı. Gəlin baxaq. On smoky days, there are no sun. Yox, uşaqlar, no schools. Yəni smoky günlərdə nə skullar olmur, uşaqlar məktəbə girmir, yadınıza düşürün. And construction, nə construction olmur? Tikinti, inşaat, okay? Some people buy bottled air which comes from Canada. Bəzi insanlar butulka havanı butulkada alırlar, hansı ki Kanadadan gəlir. A bottle of fresh air cost about $28 və bir butulka təmiz hava $28-dır. Sudan da bahadır uşaqlar. Təsəvvür eləyirsiniz. Every day about 4,000 people, 4000 insan
hava çirkliyindən təxminən Çində ölür. About 3 million people die from air pollution every year in the world və təxminən 3 milyon insan dünyada hər il hava çirkliyindən ölürlər. İndi isə deyir ki, now listen to a woman giving advice to people going to Beijing. Deyir ki, indi isə Beijingə gedən insanlara məsləhət verən qadına qulaq asın. Are the sentences true or false? Cümlələr doğrudurmu, yanlışdırmı? Gəlin qulaq asaq. Okay, gəlin qulaq asaq. Yes. Track 14. I've heard some tourists say that they Uşaqlar, özüm sizə dedim, amma özüm unutdum. Söhbətin nədən getdiyini anlamaqdan ötürü əvvəlcə biz nə etməliyik? Oxumalıyıq ki, bizi nə gözləyir. The best time to visit Beijing is winter. Qadın deyir ki, ən yaxşı ola bilsin ki, belə bir şey deyir. Baxacağıq, səhv deyirmi, düz deyirmi? Beijingə getməyin ən yaxşı vaxtı qış vaxtıdır. None of the anti-pollution masks is really effective in Beijing. Əslində deyir ki, Beijingdə bu pollution, çirklənmə əleyhinə olan maskaların heç birisi effektiv deyil. Smog in Beijing won't harm your health if you stay there for a short period. Beijingdəki bu smog, tüstü duman qarışığı deyir, sənin sağlamlığına zərər vurmayacaq əgər sən orada qısa müddətdə qalırsansa. There is not polluted when there is no smog. Əgər deyir havada smog yoxdursa, o duman, onda hava çirkli deyil. Gəlin qulaq asaq görək bu cümlələr doğrudurmu, səhvdirmi? Track 14. I've heard some tourists say that they want to visit Beijing but are scared of the air pollution or the Deyir ki, mən eşitdim ki, bəzi insanlar, turistlər Beijingə getmək istəyir, amma onlar hava çirkliliyindən və yaxud da smoqdan qorxurlar. smog. Well, I would say no need to worry so much. Amma mən deyərdim ki, çox da belə narahat olmağa dəymir. It's true that the air in Beijing is heavily polluted. Düzdür, Beijingdəki hava çox bərbaddır, çox pisdir. I'll give you some tips to keep your stay in Beijing safe. Amma mən sənə bir neçə ipucu verəcəm ki, sən Beijingdə qalarkən özünü təhlükəsiz hiss edəsən. First, try not to visit Beijing in the winter. Birincisi, Beijingə qış ayında getmə. Deməli, birincisi uşaqlar nə deyir? Burada deyir ki, qış ayında getmək ən yaxşıdır, amma nə deyir? Birincisi, qış ayında getmə. Görəsən niyə? Just like most of the smogs in the world, Beijing smog usually takes place in December. Deyir ki, dünyadakı əksər smoqlar kimi Beijingin də smoqu qış dekabr ayında baş verir. If you follow my advice, you'll have less chance of seeing smog. Və əgər sən mənim məsləhətimə qulaq assan, səndə deyir smoq görmək şansı daha az olar. Yəni görmək ehtimalın olmaz. Second, bring an anti-pollution face mask to Beijing or buy Deyir, ikinci məsləhətim odur ki, çirklənmə əleyhinə maskalardan gətir Beijingə və yaxud da al. one after you arrive in Beijing. Və yaxud da Beijingə çatanda birini al. There are actually several different types of masks. Və əslində deyir, maskaların da bir neçə müxtəlif, fərqli variantları var. Some of which are really effective. Bəziləri çox effektivdir hətta. Deməli, amma burada nə deyir? Heç birisi effektiv deyil. Deməli, bu da yalandır uşaqlar, false. If you're afraid that you're not strong enough, buy the most expensive one. Əgər deyirsən, qorxursan ki, sən çox güclü belə biri deyilsən, onda ən güclü, ən bahalı maskanı al. The last tip is quite simple. Just Axırıncı ipucu isə çox sadədir. Sadəcə relax. sadəcə rahat ol deyir. Beijing smog isn't a killer. Beijingin deyir smogu killer deyil, qatil deyil. In other words, even if you breathe in smog for several days, you're not going to die from it. Və yəni ki, başqa sözlə deyir, desək, yəni əgər Beijingdə bir neçə gün Beijingin çirkli havası ilə nəfəs alanda bu smogu ilə, yəni o səni öldürəsi deyil.
Your nose and throat may feel uncomfortable Ola bilər deyir, burnun, boğazın özünü narahat hiss eləyər. if you don't wear a mask during a Beijing smog. Beijingdə bu smog vaxtı maska taxmasan. But after the smog is gone, you will immediately get better. Amma smog gedən kimi sən dərhal özünü yaxşı hiss eləyəsən. So don't be too worried. Maybe you'll say when there isn't smog in Beijing, the air is still polluted. Yeah, Aha, deyir ki, yəni narahat olma da. Deyir, bəlkə düşünürsən ki, Beijingdə smog olmayanda hava yenə də çirklidir. yes, it's totally true. Bəli, düzdür. But no worries. When there is no smog, you can't feel the pollution. Amma narahat olma. Əgər smog yoxdursa, sən pollution'ı, çirkləməni hiss eləməyəsən. All in all, if you follow my advice, you'll be fine in Beijing. Yəni hər şey bir kənara, əgər sən mən deyir, məsləhətimə qulaq assan, sən Beijingdə okey olasan, rahat olasan. Okey. Gəldik. Aha. Deyir ki, Beijingdəki smog sənə pis təsir eləməyəcək əgər qısa müddət qalsan. Bu düzdür. The air is not polluted when there is no smoke. Deyir ki, hava çirkli deyil. Beijingdə smog olmayanda xeyr, səhvdir. Hava çirklidir, amma sən onu hiss eləmirsən. Okay, below are some ideas about what we can do to reduce it. Talk to your partner about how useful these actions could be in different parts of our country. Deyir ki, aşağıda bəzi bir neçə fikirlər var ki, Azərbaycanda hava çirkliliyini azaltmaqdan ötürü və öz yoldaşınla bu actionlar, bu fəaliyyətlər necə faydalı ola bilər ölkənin müxtəlif hissələrində bu barədə müzakirə aparın. Using hybrid cars, hibrid maşınlardan istifadə, yəni elektrikli maşınlar, zaryadkalı. Using solar power, güneş işığından istifadə, enerjisindən. Using wind power və külək enerjisindən istifadə. Uşaqlar, bu hibrid karlarda istifadə olunan elektrik akkumulyatorlar var. Onların hazırlanması, o batarkalar var. Onlar özü belə təhlükəli bir prosesdir əslində. Yəni, dünyaya zərər vermədən mümkün deyil. Okay. İndi isə writing yazı, problem solution paragraphs. Problem və onun həlli haqqında paragraflar. Purpose, məqsəd. A problem paragraph explains a problem. Problem paragrafı problemi izah eləyir. A solution paragraph proposes one or more solution to the problem. Və həll paragrafı isə həmin problemə bir və bir neçə və yaxud da bir neçə həllər təklif edir və əsas cəhətlər nələrdir? A problem paragraph describes and discusses a problem. Problemi təsvir edir və yaxud da müzakirə edir. A solution paragraph introduces solutions. Solution, həll paragrafı isə həlləri təqdim edir. Və aşağıdakı deyir sualları yoldaşınızla müzakirə eləyin. Is deforestation a serious problem? Deforestation ağacların kəsilməsidir. Deyir, bu ciddi bir problemdirmi? If yes, what can we do to solve this problem? Əgər elədirsə, bu problemi həll etməkdən ötürü biz nə edə bilərik? Deyir, aşağıdakı bu nümunə, sample, nümunə paragrafları oxuyun və suallara cavab verin. Which paragraph describes a problem? Hansı paragraf problemi təsvir edir və hansı həlli təsvir edir? Gəlin baxaq. Deforestation is a serious problem because forests and trees play an important role in making the earth's environment suitable for life. Ağac kəsilməsi, ağacların kəsilməsi, meşələrin azaldılması ciddi bir problemdir. Çünki meşələr və ağaclar yer kürəsinin mühitini həyat üçün uyğun edə bilməkdə vacib rol oynayır. They clean the air, store water, preserve soil and provide homes for animals. Deməli, nə edirlər? Onlar havanı təmizləyirlər, suyu store eləyirlər, saxlayırlar, qoruyurlar, torpağı qoruyurlar və heyvanlar üçün
yuvalar təmin edirlər. They also supply food, fuel, wood products and paper products for humans. Onlar həmçinin nə edir? Ərzaqla təmin eləyir, yanacaqla təmin eləyir, taxta, dan əşyalarla, məhsullarla təmin eləyir. Həmçinin insanlar üçün paper, kağız məhsullar təmin eləyir. In the past 50 years, more than half of the world's rainforests have been destroyed. Və son 50 il ərzində dünya ağaclarının, meşələrinin yarısından çoxu məhv olundu. Every year from 2000 və yaxud da 2011 to 2015, about 20 million hectares of forest was cut down. Və hər il 2011-15-ci il arasındakı hər il ərzində təxminən 20 milyon hektarlıq meşə ərazisi kəsilib. Çox yüksək rəqəmdir. Scientists say that if deforestation continues, the world's climate may change and animals may die. Və alimlər deyirlər ki, əgər meşələrin azaldılması, kəsilməsi, ağacların kəsilməsi davam elədirsə, dünya iqlimi dəyişə bilər və heyvanlar ölə bilər. In order to solve the deforestation problem, you can do several things. Və deyir, deforestation problemini həll etməkdən ötürü sən bir neçə şey edə bilərsən. One solution is to use less paper. Bir həll daha az kağız istifadə eləməkdir. If you use less paper, fewer trees will be cut for paper making. Və deyirsən, daha az kağız istifadə eləsən, kağız istehsalı üçün daha az ağaclar kəsiləcək. How can you use less paper? Bəs sən daha az kağız necə istifadə eləyə bilərsən? One answer is to reduce your paper use when you photocopy, write a letter or an essay. Deyir ki, birinci cavab odur ki, sən fotokopi eləyərkən, məktub yazarkən və yaxud da essay yazarkən kağızları azaldasan. A second answer is to reuse old paper when you can, rather than using a new sheet of paper. Digər bir cavab isə, əgər alınırsa, köhnə kağızı yenidən istifadə eləməkdir, nəinki təzə bir kağızda nəsə yazmaq. The backs of old envelopes are perfect for shopping lists or short messages. Məsələn, deyir, köhnə zərflərin, məktub zərflərinin arxası alış-veriş siyahısı üçün və yaxud da qısa mesajlar üçün yaxşıdır. When you write a rough draft of an essay, write it on the back of something. Məsələn, deyir, bir esseyə cızma qarasını eləyəndə onu nəyinsə arxasına yaz. Yəni deyir, təzədən durub bir dənə təzə kağıza nəsə yazmadan, nəysə cızma qaradırsa, elə belə lazımsız bir şeyin arxasına yaz. A final answer is to recycle used paper products instead of throwing them away. Və sonuncu cavab isə odur ki, istifadə olunmuş kağızları yenidən recycle, yenidən emal edəsən, onları atmaqdansa. Most schools, offices and districts have some kind of recycling center. Əksər məktəblərdə, ofislərdə və regionlarda, rayonlarda, mikrorayonlarda belə bir recycling, yenidən emal mərkəzləri olur. If you follow the 3 R's, reduce, reuse and recycle, you can help save the world forests. Və deyir, əgər sən 3 R-ya eləsən, yəni azaltsan, yenidən istifadə eləsən, yenidən emal eləsən, sən dünyanın meşələrini xilas eləyə bilərsən. İndi isə buradakı cavaba gələndə hansı problemi təsvir edir? A paraqrafı problemi təsvir edir, B paraqrafı isə problemə həlləri təklif edir. Və deyir ki, what is the topic sentence, topic of each paragraph? Hər deyir ki, paraqrafın mövzusu nədir? Mövzusu A paraqrafında mövzu deforestation problem, deforestation problem. Bax budur. A'nın cavabı budur. Deforestation. B'nin isə topiki odur ki, solution to deforestation.
Yəni ki, meşə ağacların kəsilməsinə olan həllər. What is the topic sentence of each paragraph? Hər paraqrafın baş cümləsi hansıdır? Baş cümlə budur. Birinci cümlələr adətən uşaqlar baş cümləmiz olur. Hər ikisində birinci cümlə bizim baş cümlələrimizdir. Və deyir ki, what do supporting ideas show? Və dəstəkləyici fikirlər nəyi göstərir? Uşaqlar, A variantında birinci cümlədə problemi verir ki, belə bir ciddi problemdir ağacların kəsilməsi və daha sonra bu cümlələrlə onu genişləndirir ki, ağaclar bizə niyə görə lazımdır, niyə biz onu qorumalıyıq, nələr baş verdi, ağacsızlaşma oldu. B variantında isə dəstəkləyici bu digər cümlələrdə də onu göstərir ki, bu həll üsulunu, ağacsızlaşmanı həlli üçün biz nə etməliyik və orada sadalayır ki, birinci biz bunu eləyə bilərik, ikinci bunu eləyə bilərik və s. Okay, what solution does the writer offer in paragraph B? Paragraf B-də yazıcı hansı həlləri önə sürür? Uşaqlar dedikdə 1, 2, 3 burada birincisi, ikincisi və s. Videonu geriyə çevirib bir də dinləyə bilərsiniz. What is the concluding sentence in each paragraph? Və deyir ki, yekun cümlə hər paraqrafda hansıdır? Uşaqlar, sonuncu cümlələr bizim yekun cümlələrimizdir. Baxın. Bu cümlələr bizim yekun cümlələrimizdir. Choose one of the environmental problems and brainstorm ideas. Və deyir ki, aşağıdakı ətraf mühit problemlərindən birini seçin və ideyalarınızı beyin fırtınası eləyin. Hava çirkliliyi, su çirkliliyi və işıq çirkliliyi. Write a problem solution paragraph in the box. Aha. Deyir ki, belə bir paraqrafları yazın, yuxarıdakı kimi və aşağıdakı ifadələrdən istifadə edərək o paraqrafları tamamlayın. Bunu lazım olsa deyin ki, eləyək və deyir ki, əmin olun ki, paraqrafın baş cümləsi var, hansı ki, controlling ideyası da var, yəni idarə edici fikri. Sonra nəyi var? Təsvir edir və problemi müzakirə edir. Daha sonra isə ona həlli təklif edir. Və ən sonunda da onun təbii ki, yekun cümləsi var. Daha sonra deyir ki, öz paraqrafını yoldaşının paraqrafı ilə exchange ilə, mübadilə ilə dəyişdir və yoldaşının paraqrafını oxu və aşağıda yoldaş düzəlməsi suallarına cavab ver. Yoldaş qiymətləndirməsi də, yəni həmin paraqrafda aydın baş cümlə varmı? Okay. Baş cümlənin idarə edici fikri varmı? Və paraqrafda dəstəkləyici cümlələr varmı? Və yekun cümləsi varmı? Və daha sonra deyir ki, öz təklifini yaz yoldaşına ki, onun paraqrafını daha yaxşı eləyəsən. Və indi isə burada deyir ki, 1, 2, 3, 4, 5 dənə qaldı. Və daha sonra deyir ki, dostlar, deyir ki, time to watch, izləmək vaxtıdır. You're going to watch a speech made by Leonardo DiCaprio at the UN Climate Summit. Deyir ki, sən Leonardo DiCaprio'nun Birləşmiş Millətlər, United Nations İqlim Summitində nitqinə baxacaqsınız. Amma before that, read the text about the speaker and answer the questions. Danışan haqqında, speaker haqqında informasiyanı oxu, mətni oxu və suallara cavab ver. Leonardo DiCaprio is an award-winning Hollywood actor. Leonardo DiCaprio Hollywood mükafat qazanan Hollywood aktyorudur. He became very famous all over the world after starring in the 1997 movie Titanic. Və o 1997-ci ildə çəkilmiş Titanic kinosunda çəkiləndən sonra bütün dünyada başrol oynayandan sonra bütün dünyada məşhurlaşdı. He has also starred in many other successful movies. O həmçinin bir çox başqa müvəffəqiyyətli kinolarda başrol oynayıb. DiCaprio is also known for his environmentalist activities. O həmçinin özünün ətraf mühit fəaliyyətləri ilə də
tanınır. He flies on commercial flights instead of private jets and has an eco-friendly house. O deməli commercial uçuşlarında uçur. Özünün bu şəxsi jetlərindənsə, təyyarələrindən və həmçinin eco-friendly ətraf mühitə, ekologiyaya uyğun olan evi var. In November 2010, celebrities to DiCaprio donated 1 million to the Wildlife Conservation Society. Və 2010-cu ilin noyabrında DiCaprio yabanı vəhşi həyatın mühafizəsi cəmiyyətinə 1 milyon dollar pul iyanə eləyib. He has inspired other celebrities to actively participate in environmental projects. O həmçinin digər məşhurları da ilham verib, onlara da belə bir həvəsləndirib ki, bu ətraf mühit layihələrində aktiv olaraq iştirak eləsinlər. With his outstanding acting and great personality, Leonardo DiCaprio has touched the hearts of millions of people all over the world. Özünün deyir, fərqli, görkəmli ifası və möhtəşəm şəxsiyyəti ilə Leonardo DiCaprio milyonlarla insanın, dünyada milyonlarla insanın qəlbinə toxunub. Which film, indi yenə də bu bəbə sualları, 10-cu sinif səviyyəsində suallar deyil bunlar. Which film brought him fame? Hansı kino ona deməli məşhurluq gətirdi? Titanic, uşaqlar. What does he do to save the planet in his daily life? Gündəlik həyatında o planeti xilas eləməkdən ötürü neynir? Neynir uşaqlar? Bu cavab budur. Gəlin siz üçün bunu qəşəng qırmızılandıraq. Budur. Aha, yaxşı. Private jetdə uçmur və eco-friendly evi var. What do people like most about him? İnsanlar onun barədə ən çox nəyi sevirlər? His outstanding acting and great personality. Onun qeyri-adi aktyorluq bacarığını və möhtəşəm şəxsiyyətini. Deyir, do not panic when you listen to authentic speech. Deyir ki, authentic, qəşəng nitqə qulaq asanda panikaya düşmə. Do not try to understand each word. Hər sözü anlamağa çalışma. Just stay relaxed and keep listening. Sadəcə rahat ol və dinləməyə davam elə. Və indi isə aşağıda deyir ki, cümlələri oxuyun. The words in bold are used in his talk. Qara hərflərlə verilmiş sözlər onun söhbətində istifadə olunub. Əvvəlcə deyir sözün mənasını tut və ondan sonra da bu sözləri rəqəmlərlə hərfləri qarşılaşdıraq. Okay, uşaqlar, yaxşı. Drought uşaqlar deyim ki, quraqlıq deməkdir. Glacier buzlaq deməkdir. Floods daşqın. Choke budur. Öskürmək mi deyim, nə bilim, nətər deyim. Bax o, fossil fuels bu nətər deyim, yanacaq. Nə yanacağı ancaq bu torf var, çürüntüdən, nə bilim, sürsümükdən, bax belə olan yanacaq. Urgency-də acillik, təcillilik. Oxuyaq cümlələri. There was no rain for a long period and some of the trees in the garden died during the drought. Deməli, uzun müddət deyir, yağış olmadı. Ona görə də bağda ağacların bəzisi quraqlıqdan öldü. The ship went down into the water when it hit the ice glacier. Deyir ki, gəmi buzlağına dəyəndən sonra suya girdi. The heavy rain has caused floods in many parts of the country. Güclü yağış ölkənin əksər ərazilərində daşqınlara səbəb oldu. The smoke from the fire made her choke. Yanğından gələn, ocaqdan gələn tüstü onu öskürtdü. Alternative transportation systems are developed to reduce the use of fossil fuels. Deyir ki, alternativ, fərqli nəqliyyat sistemləri inkişaf etdirilir ki, fossil fuel yanacaqlarından
istifadəni azaltsın. I was angry that they didn't understand the urgency of the situation. Mən əsəbləşmişdim ki, onlar situasiyanın təcilliliyini, acilliyini anlamırdılar. Okay, indi gərək a very large amount of water that covers an area that's usually dry. Deyir ki, çox belə yüksək su miqdarı hansı ki adətən quru olan sahəni örtür. Bu uşaqlar flood olacaq. Flood 3-dür. Okay, buraya yazıram. To make somebody unable to breathe, kimisə nəfəs almağa çətinlik çəkmək. Bu choke olacaq 4. A slow-moving mass or river of ice formed from snow on mountains or near the North Pole or South Pole. Deyir ki, asta hərəkət eləyən böyük və yaxud da çayda olan buz parçası adətən dağlardakı qarlardan əmələ gəlir və yaxud da şimal qütbü və cənub qütbündə olur. Uşaqlar, bu glacier uyğun gəlir. Okay, buna yazırıq 2. The need to do something immediately because it's very important. Nəysə çox dərhal etmək ehtiyacı, çünki o çox vacibdir. Bu urgency-dir, 6 təcili. Long period of dry weather when there is not enough water for plants and animals to live. Yəni çox uzun müddətli bir quraqlıq, harda ki bitkilər və heyvanlara yaşamaq üçün kifayət qədər su yoxdur. Quraqlıqdır bu. 1. Fuels such as gas, coal and oil that were formed on the ground from plant and animal remains millions of years ago. Yanacaqlar, qaz, kömür və neft kimi hansı ki bitkilərin və heyvan qalıqlarından torpağın altında yaranıb milyon il əvvəl. Bu da fossil fuels 5. Və sonra gedirik bura. Deyir ki, söhbətin birinci hissəsinə bax. Və animated places to the environmental və həmin yerləri environmental problem DiCaprio'nun gördüyü ətraf mühit problemləri ilə uyğunlaşdır. Görəsən nə boydadır. Industrial pollution, sənaye çirkləvliyi, deforestation, meşəsizlik, floods, daşqınlar, quraqlıq, disappearing glaciers, yoxa çıxan buzlaqlar, sea level rise, su səviyyəsinin qalxması. Bunlar da ölkə ərazilərdə Grenlandiya, Kaliforniya, Kanada, Indiya, Miami, Beijing. Gəlin uşaqlar, axtaraq görək nədir. Əgər muskası çox olsa uşaqlar eləməyəcəm. Çünki muska çox olanda mənə çətinlik, mənə şey gəlir. Nə gəlir? Adın səndənən ay uşaqlar. Bunlar nədir? Okay. Mənə copyright gəlir. Ona görə də mən onu istəmirəm, copyright mənə gəlsin. Görək. Ümid eləyirəm, muska çox olmayacaq. Bunu balacalaşdıraq. Haradaydı bu? Google Lens buradaydı. Okay. 2 dəqiqəlik videodur. As a UN messenger of peace, I have traveled all over the world for the last 2 years documenting how this crisis is changing the natural balance of our planet. Deyir ki, Birləşmiş Millətlərin Peace sülh ambassador, səfiri kimi mən son 2 ildə bütün dünyanı səyahət etmişəm ki, görüm ki, bu crisis, bu böhran dünyaya necə öz təsirini göstərir. I've seen cities like Beijing choked by industrial pollution.
Və mən deyir ki, Beijing kimi şəhər görmüşəm ki, o industrial pollution nan nəfəs ala bilmir. Ancient boreal forests in Canada that have been Aha, Kanadadakı deforestation. clear cut and rainforests in Indonesia that have been Aha. Yox, daim edək. is changing the natural balance of our planet. Yəni bizim dünyanın təbii balansını pozur, dəyişir. I've seen cities like Beijing choked by industrial pollution, ancient boreal forests in Canada that have been clear cut and rainforests in Indonesia that have been Uşaqlar, bu həm Kanadada dedi, həm də İndoneziyada da İndoneziya, amma burada adı verilməyib. İndoneziyada da hani bu niyə belə oldu? İndoneziyada da bu ağacların kəsilməsini görüb. that have been incinerated. In India, I met farmers whose crops have been literally washed away by historic flooding. And Və deyir ki, mən İndiyada gördüm ki, insanların məhsulları necə daşqınlar altında qalırlar. Floods India. America, I've witnessed unprecedented droughts in California. Və deyir, mən Amerikada, Kaliforniyada quraqlıqlar gördüm. And sea level rise flooding the streets of Miami. Və flooding, sea level, dəniz səviyyəsinin qalxmağı və eləcə də küçələrdə daşqınları gördüm Miami'də, Y variantı. In Greenland and in the Arctic, I was astonished to see that ancient glaciers are rapidly disappearing. Və Grenlandiyada da mən gördüm ki, glaciers, çox antik, qədim buzlaqlar yoxa çıxmağa başlayıblar. Disappearing, yoxa çıxan buzlaqlar, bu da A variantı. Well ahead of scientific predictions. All that I have seen and learned on my journey has absolutely terrified me. Və bu gördüyüm bütün şeylər deyir məni tamamilə qorxuzdu. Və ikinci hissəyə deyir baxın və cümlələri tamamlayın, görək. There is a belief that climate change is a result of deyir, belə bir inanc var ki, iqlim dəyişikliyi nəyinsə nəticəsidir. People can save the planet if they stop using. İnsanlar deyir planeti xilas edə bilərlər əgər onlar nəyinsə istifadəsini dayandırsalar. For the speaker, the Paris Agreement is a reason for və danışana görə, yəni DiCaprio'ya görə Paris razılaşması nəyinsə səbəb olub. Leonardo DiCaprio encourages the audience to nə bilim nəysə eləməyə. O öz auditoriyasını cəsarətləndirir ki, öz ölkələrinə qayıdandan sonra nəsə eləsinlər. Gəlin qulaq asaq uşaqlar. There is no doubt in the world scientific community that this is a direct result of human activity and the Və deyir ki, belə bir is a result, there is a belief that belə bir inanc var ki, bir dəqiqə, bu insan fəaliyyətinin nəticəsidir. The effects of climate change will become astronomically worse in the future. Və inanılır ki, astronomik səviyyədə bu iqlim dəyişikliyi gələcəkdə çox bərbad bir hala dönüşəcək. Planet cannot be saved unless we leave fossil fuels in the ground where they belong. Now, Və deyir ki, biz öz planetimizi xilas edə bilmərik, əgər biz fossil fuelun istifadəsini dayandırmasaq. Burada yazım human activity. Burada da fossil fuel. now think about the shame that each of us will carry when our children and grandchildren look back and realize that we had the means of stopping this devastation, but simply lacked the political will to do so. Və biz öz nəvələrimizə, uşaqlarımıza baxanda bir xəcalət hissi keçirəcəyik ki, əslində biz bunu dayandırmaq gücü bizdə var idi, bunu dayandıraq bu problemi. Yes, we have achieved the Paris Agreement. Bəli, biz Paris razılaşmasını əldə etdik. More countries have come together here to sign this agreement today than for any other cause in the history of humankind. Və deyir ki,
biz belə bir razılaşma əldə elədik və bir çox ölkələr belə bir razılığa gəliblər ki, That is reason for hope. is a reason for hope və Paris razılaşması ümidə bir səbəbdir, ümidli olmağa. But unfortunately, the evidence shows us that it will not be enough. A massive change Və amma deyir sübutlar bizə göstərir ki, bu yəni sadəcə ümidin olmağı kifayət etmir və kütləvi dəyişikliklər is required right now. One that leads kütləvi dəyişikliklər hal-hazırda etmək lazımdır to a new collective consciousness, a new collective və kollektiv bir, yəni ictimaiyyət bütün kütlə tərəfindən awareness lazımdır. Yəni maarifləndirilmə, insanların anlaması lazımdır deyir bu problemi. evolution of the human race, inspired and Yəni insan irqinin inkişafı lazımdır enabled by a sense of urgency from all of you. və to encourage the audience hamıdan deyir dəstək lazımdır after they return to. We can congratulate each other today, Biz hamımız bir-birimizi bu gün təbrik edə bilərik. but it will mean absolutely nothing if you return to your countries and fail to push beyond the promises of this historic Encourage the audience to push beyond the promises, push beyond the promises after they return to their countries. Yəni ki, Leonardo öz deməli auditoriyasına encourage eləyir ki, öz ölkələrinə qaydanda bu promisləri, verilən sözləri eləməyə çalışsınlar. Yəni historic agreement. Now is the time for bold, unprecedented action. It və is time indi ən cəsarətli addımı atmağın vaxtıdır. to declare no more talk, no more excuses, no more 10-year studies, Və indi artıq deyir nə danışıqlara, nə bəhanələrə, nə də 10 illik nəysə çalışmalara, araşdırmalara gərək yoxdur. no more allowing the fossil fuel companies to manipulate and dictate the science and policies that affect our future. Və eləcə də deyir bu fossil fuelu, fosil yanacaqlarını insanlara diktə eləyib, insanları manipulyasiya edən böyük şirkətlərin manipulyasiyaları artıq olmalı deyil deyir. The world is now watching. You will either be lauded by future generations or vilified by them. You are the last best hope of Earth. Ya deyir ki, yəni siz dünyanın ən son, ən yaxşı ümidlərisiniz We ask you to protect it, or və biz sizdən xahiş edirik ki, onu mühafizə edəsiniz, yəni dünyanı. we and all living things we cherish are history. Və eləcə də bütün bu we cherish, bizim bu cherish elədiyimiz Azərbaycan sözləri bizim tariximizdir, yəni. Bizim, yəni sevdiyimiz, belə deyim. Bunlar bizim tariximizdir. Okay, indi isə nə edirik uşaqlar? Gəlirik bura, deyir ki, təsəvvür elə ki, sən qlobal problemlər haqqında olan beynəlxalq bir konfransda iştirak edirsən və dünyadakı qlobal problemlərdən biri barədə nitq söyləyirsən və insanlar bunu nə etməlidirlər? Bunu dayandırmaqdan ötürü və sonra 1, 2, 3 we are finishing, right? We are finishing. Aha. İndi isə deyir ki, qara hərflərlə verilmiş sözlər öz yerlərini dəyişib veriblər, onları yerinə qoyacağıq, okay? Artificial tiredness, excessive tiredness olacaq. Bura yazıram. Excessive while driving kills people. Maşın sürərkən həddindən artıq yorğunluq insanları öldürür. One of my hobbies is to make
is to make artificial flowers, from plastic. Mənim hobbilərimdən biri də deyir ki, plastikdən süni güllər hazırlamaqdır. The most effective solution to traffic jams is to build more roads. Trafik, nəqliyyat, yol, traffic jams uşaqlar probkaların üçün ən effektiv həll daha çox yollar tikməkdir. Light pollution is not unique to capital cities. İşıq çirklənməsi təkcə deyir paytaxt şəhərlərə aid deyil. Most people don't realize that they are breathing polluted air. Deyir, əksər insanlar anlamırlar ki, onlar çirkli havadan nəfəs alırlar. Düzgün sözü seçək. Since 2020, construction companies have been trying to find a drug against coronavirus. I'm sorry, researchers. Deyir ki, 2020-dən bəri araşdırmacılar koronavirus əleyhinə dərman tapmağa çalışırlar. Climate change affects the migration of birds negatively. İqlim dəyişikliyi quşların köçünə mənfi təsir göstərir. Görürsünüz uşaqlar, artıq sərçələr yoxdur şəhərdə. Sərçələr, qaranquşlar yoxdur. Şəhərdə yuxudan oyanırsan, artıq qarğa səsinə sən yuxudan oyanırsan. Qarğalar o qədər çoxalıb və insanlar qarğaları, itləri, pişikləri yemləyirlər. Axı düşünmürlər ki, bu bizə nə verəcək? Bu iti pişiyi mən qarğanı yemləyirəm. Qarğa yoxdur. Qarğalar daji çoxalırlar, amma sərçələr yoxdurlar. Qarğaların çoxalması sərçələri yox eləyib. Sərçələr axı ona görə də bax ətrafda cücülər əmələ gəlir. Nə qədər insanlar bilməyən insanlar bu səhv hərəkətlər eləyirlər. İtləri yemləməyin, küçə itlərini. Göz siz elə bilirsiniz ki, itə yemək verməklə siz ona yaxşılıq eləyirsiniz. Xeyr, o yeməyi verirsiniz, o gedir orada çoxlu bala tökür, sonra çoxlu ac qalan itlər yaranır bununla da. Lazım deyil. İtləri aparın sığınacaqlara, yaxşılıq eləmək istəyirsiniz, aparın sığınacaqlara, orada onları nəsil artırmaq funksiyasını deaktiv eləsinlər və beləcə küçədə yəsiz itlərin sayı çoxalmasın və görürsünüz səhər-səhər süpürgəçilər nə qədər əziyyətlə yolları süpürürlər və s. qaranlıqda özdə və itlər onları dişləyə bilərlər və hər yeri itlər zibili, axı onların şüuru yoxdur, onlar başa düşmürlər. Onlar zibilləri dağıdırlar, beləcə də qaranlıqda gedib gələn insanlara maneə yaradırlar. Ona görə də uşaqlar nə isə eləyəndə onun nəticəsini düşünərək eləmək daha yaxşı olar. The main environmental to human is air pollution, threat, təhlükə. Deyir ki, şəhərlərdəki, əksər şəhərlərdə insan sağlamlığına ən əsas iqlim təhlükəsi hava çirkliliyidir. The streets are clean, there is no traffic. Küçələr təmizdir, nəqliyyat yoxdur. And there is no smoke to block out the sunshine. Və günəş işığını kəsəcək, bloklayacaq, tüstü də yoxdur. Most of the local population depends on fishing for a living. Deyir ki, yerli əhalinin əksəriyyəti yaşamaq üçün balıqçılıqdan asılıdır. İndi isə uşaqlar, boş qalmış yerlərə bu prepositionlar qoyacağıq, söz önləri. A big number of children suffer from health problems because of water pollution. Deyir ki, böyük əksər sayda uşaqlar su çirkliliyinə görə sağlamlıq problemlərindən əziyyət çəkirlər. Summer sea ice disappears at a rate of around 2.5% a year və yay dəniz buzları deməli təxminən ildə 2.5% ölçüdə yoxa çıxırlar. Brad Pitt is known for his environmentalist activities. Brad Pitt də özünün ətraf mühit fəaliyyətləri ilə məşhurdur.
olmuşdur. Light pollution has a negative effect on wildlife and human health. İşıq çirklənməsinin vəhşi həyata və insan sağlamlığına mənfi təsiri var. This actress always inspires others to participate in environmental projects. Deməli, bu aktrisa başqalarını inspire eləyir ki, ilham verir ki, ətraf mühit layihələrində iştirak eləsin. Aşağıdakı cümlələri oxu, deyir, boş qalmış yerləri mötərizədə verilmiş sözlərdən istifadə eləyərək, onları düzgün formada istifadə eləyərək yazın. Yəni, sifət, isim və yaxud da fiil formasında. Children who live in polluted and smoggy. Çünki sifət olmalıdır burada isimdən öncə. Areas often have asthma. Çirklənmiş və tüstülü ərazilərdə, dumanlı ərazilərdə yaşayan uşaqlarda adətən astma olur. The child took a deep breath isim kimi olacaq uşaqlar. Çünki niyə? Burada article var. And jumped into the water. Uşaq deyir, dərindən nəfəs aldı və suya tullandı. Don't drink seawater because it's salty and not drinkable. Bax, sifət, burada da sifət olmalıdır. Deyir ki, dəniz suyunu içmə çünki o duzludur və içməli deyil. Forest fires have caused Z. Burada Z var, uşaqlar. Ona görə də bu isim olacaq. Disappearance of many plants and animals. Meşə yanğınları bir çox bitki və heyvanların yoxa çıxmasına səbəb olub. Students who suffer from sleep loss cannot study effectively. Burada da zərf olacaq, çünki feili təyin eləyir. Deyir ki, yuxusuzluqdan əziyyət çəkən uşaqlar effektiv oxuya bilmirlər. Və ikinci tərəfdə AB'dən birini seçəcəyik. A group of researchers have been studying for decades. Zamana görə uşaqlar A variantın indiki bitmiş davamıcı zaman. Deyir ki, bir qrup tədqiqatçı 10 illərlədir ki, dəniz suyunu araşdırırlar, dəniz buzunu araşdırırlar. Aha. Since var, amma bu state verbdir, yəni davam ediciyə düşməyən verbdir. Ona görə biz onu davam edicidə verə bilmərik. Mən o deyir, onu bağçadan bəri tanıyıram. In recent, she has stopped. Stop feili də uşaqlar davam ediciyə düşmür, eləcə də start. Yəni ani baş verən hərəkətlər də uşaqlar davam ediciyə düşmürlər. She has stopped traveling in recent. Son illərdə o deyir, səyahət etməyi dayandırıb. I've been living in Azerbaijan since I was born. Bakıda yaşayıram anadan olandan bəri. Live feili davam ediciyə düşür və burada since var. İndiki bitmiş davam edici zaman. Aşağıdakı deyir, mətni oxuyun və ABC'dən birini seçək. According to researchers, the main reason for recent heat waves and storms is global warming. Və əsas according to researchers, tədqiqatçılara görə deyir ki, bu son dövrlərdə baş verən istilik dalğaları və fırtınaları qlobal istiləşmənin əsas səbəbidir. But at least our plants necə? Our plants in the past decades have been enjoying, C variantı uyğun gəlir uşaqlar. Deyir ki, amma ən azından heç olmasa bizim bitkilər bu son 10 illiklərdə havadan nəysə zövq ala biliblər. According to study which last week var, was published olub regional climate changes over the past 2 decades had inside a 6% increase in plant growth around the world. Deyir ki, və son tədqiqata görə hansı ki, keçən həftə nəşr olunub, regional iqlim dəyişikliyi son 2-10 illik ərzində, yəni son 20 ildə dünyada bitki inkişafına 6% artımı səbəb olub. Rising temperatures, increased rainfall and decreased cloud cover have taken apart. B variantı. Yəni temperaturun qalxması, yağışın artması və
azalan bulud örtüsü də öz rolunu oynayıb. In the Amazon, decreased cloud cover allowed more sunlight for plants. Yox. More sunlight to reach plants. In India, deməli Amazonda daha az bulud örtüyü günəş işığına icazə verdi ki, bitkilərə çatsın. In India, trees benefit from olacaq, increased rainfall və Hindistanda da ağaclar artan yağışdan faydalana bildilər. Despite burada B olacaq uşaqlar. These positive effects, climate change could be dangerous for plant life in the future. Bu dəyişik pozitiv effektlərə, təsirlərə baxmayaraq, iqlim dəyişikliyi gələcəkdə bitki həyatı üçün təhlükəli ola bilər. Bunlar da elə qorxuza gedirlər. Scientists say that continued growth could change ecosystems that have existed for thousands of years. C variantı. Deyir ki, alimlər də deyir ki, artan, inkişaf eləyən, davam edən inkişaf ekosistemi dəyişə bilər, hansı ki 1000 illər boyunca mövcud olub. İndi isə bura baxaq, uşaqlar cümlələri oxuyun və kölgəli sözlərdə səhvlər var, onları düzəldək. Bəzilərində olmaya da bilər. Ümumilikdə isə 13 dənə səhv var imiş və biz onları düzəltməliyik. Has become olacaq uşaqlar. Air pollution has become an important issue all over the world in the past few decades. Son bir neçə 10 illikdir ki, hava çirkliliyi vacib bir məsələyə çevrilib. Some people in Beijing have been already starting. Yox, start feili dedik ki, düşmür də. Have already started. Have been də olmayacaq. Started buying bottled air from other countries in order to breathe, not burada artıqdır, in the dirty air of the city. Və Beijingdəki bəzi insanlar artıq başlayıblar butulka ilə hava almağa ki, başqa ölkələrdən ki, şəhərin çirkli havasında nəfəs ala bilsinlər. Let's not use plastic bag because they end up in landfills zibillikdə when they where they will stay for centuries. Deyir ki, gəlin plastik kloklardan istifadə eləməyək, çünki onlar gedib, onların axırı hara çıxır, zibilliyə gedib çıxırlar, harada ki, onlar əsrlərlə qalırlar, uşaqlar. Və sonra nə deyir, görək. Oy, hava da soydu. And air pollution affects trees, plants, animals and humans. Hava çirkliliyi ağaclara, bitkilərə və insanlara təsir edir uşaqlar. Due to this problem, bir dəqiqə, millions of people have become ill every year. Yox, every year deyir uşaqlar, have become olmayacaq. Become ill every year and many of them die. Bu problem ucbatından milyonlarla insan hər il xəstələnir və ölürlər. Last week keçən həftə biz, keçmiş sadə zaman, to plant trees in the schoolyard. Keçən həftə biz məktəb həyətində ağaclar əkməyə başladıq. We've been planting, həmin vaxtdan bəri biz 40 ağac əkmişik. We have planted. Artıq 40 dənə deyirsə, 40 dənəni əkiblər. We want to make this schoolyard a great place where we can spend our free time. Deyir ki, biz məktəb həyətini burada hər şey qəşəng, yaşıl bir yerə çevirmək istəyirik. Harada ki, biz öz boş vaxtımızı keçirə bilərik. Okay, we feel safe in lit up, işıqlandırılmış, lit up streets
but we forget that artificial light is a threat for our natural environment. Deyir ki, biz işıqlandırılmış küçələrdə, gecələr işıqlandırılmış küçələrdə özümüzü təhlükəsiz hesab eləyirik. Amma deyir ki, biz unuduruq ki, süni işıq bizim təbii ətraf mühitə bir təhlükədir. Last year the family bought a water barrel and started storing the rainwater. Keçən il ailə deyir su bareli aldı və başladı yağış suyunu orada mühafizə eləməyə. Və they have been putting 2 more water barrels since last year. They have been putting, they have put. Uşaqlar put. Və keçən ildən bəri ora 2 dənə əlavə su bareli qoyublar. Və sonra deyir ki, last week I learned that I'm sorry uşaqlar. Və keçən həftə mən öyrəndim ki, excess noise damages hearing. Və keçən həftə mən öyrəndim ki, həddindən çox səs-küy eşitməni korlayır, ziyan eləyir. Therefore, I decided not to listen to loud music anymore. Ona görə də qərara gəldim ki, artıq yüksək səslə musiqiyə qulaq asmayım. Burada okeydir. It's a good idea to drive hybrid car. Hybrid car artikel olmalıydı. Bu yaxşı fikirdir hibrid car sürmək. If you use them, they will be less pollution. Əgər biz onlardan istifadə etsək, daha az çirklənmə olacaq. Bu da düzdür. Trees clean the air, store water, preserve soil and provide homes for animals. Deməli, uşaqlar deyir ki, bu ağaclar havanı təmizləyir, suyu qoruyur, torpağı qoruyur və heyvanlar üçün yuva təmin edir. Gəlin deyir, ağaclar əkək, onları kəsməyək. Deməli, uşaqlar saydım 13 dənələ biz də səhv tapmışıq. Bu qədər bəyənin, paylaşın, abunə olun, sağ olun.